Deyirlər ki, əslində münasibətiniz çox yaxşıdır, ayrılıq da yoxdur. Bu nə qədər doğru? Mən şəxsi mövzularla bağlı heç bir suallara cavab verirəm. Münasibət indi necədir? Onda bu zaman pis ola bilər ki, yəni. Hər şey qaydasındadırmı? Bir serialda çəkilmişiksə, ümumiyyətlə, mən xahiş edirəm səndən də, bütün aparıcılardan da. Mən ailə mövzusunda heç bir suallara nə sosial şəbəkədə, nə həyatda, nə efirdə cavab vermirəm. Mənim sadəcə şansım belə gətirib ki, mənim həyat yoldaşım bu sahədən olub deyə, yəni onu mən çıxardıb otuzdurmaq evdə bu düzgün çıxmırdı, pis çıxmasın. Çox mədəni, mərifətli, qabiliyyətli bir insandır. Çünki işinlə ailə məşğul olub, çox yaxşı da ki, işinlə məşğul, peşəkar da aktrisadır. Mən onu pis bir işlə məşğul olsa deyərdim, hə, mən gül kimi sənəti var, mən bu sənətə çox böyük hörmətim var, pis çıxmasın. Ən azından özün də bu sənətdəsən. Nazım bəy də vurğulaya bilər bunu ki, yəni bizim sənətimizə də, kişilərə də belə pis çıxmasın. Başqa cür yanaşanlar da var, düşünənlər də var. Yəni ki, bu sənətlə məşğuldursa, biraz qeyri-ciddi adamdır. İndi mən biraz üstü örtülü deyirəm də. Yəni, xanımlar haqqında da başqa fikirlər səslənə bilər. Mənim çox böyük hörmətim var bu sənətlə məşğul olan həm xanımlara, həm kişilərə.